Qaz yoldu videomdan sonra darıxanlar bu videonu sizin üçün çəkirəm. Hərçənd ki bu qaz yox, Pompişin gözümə dəyən ən topuş ögey uşağı idi. Bir nəfər o qədər deyindi, danışdı ki, kəs artıq bir bitkə yeyək, dadını bilək bunların. Dən yedizdirməkdən artıq cibimdə pul qalmayıb. O qədər yeyib, buna bax, ətinə bax. Hayır mənim əziyyətimdən, hayır. Gücü veriblər tükə. Səni bala lazerdə aparmaz. Səni dərdin lazerlə də həll ola səhv deyil. Mən də elə bilirəm ki, handa bir yağlı ördək kəsmişəm. Buna bax, quruyub qaxaca dönüb, taqqanavdı, tükə verib elə, tük basıb uşağı. Uşağın belində skalyozu da var imiş, xəbərimiz yox. Bilsəydik müalicəyə aparardı. Bir gedər ayaq, bir-iki şillə vururam ki, bəlkə onurğa sütunu düzələ, amma xeyri olmadı. Ən sonda apardım lazerə. Biraz orasını, burasını təmizlətdirdim. Ondan sonra da içini açıram. Bol su ilə yaxşı-yaxşı yuyuram. Allah xeyrimizi versin. İndi bundan görək nə bişirəcəm. Növbəti postlarda nə bişirəcəyimi görəcəksiniz. Hərçənd ki, bizdə kəsilən hər bir heyvanın sonu ləvəngi ilə bitir. Amma bu dəfə qoymayacağam.